Axşamınız xeyir həkim. Akşamı xeyir xanım. Həkim bizim sualımız təzyiqlə bağlıdır. Təzyiq birdən qalxır öz-özünə, birdən düşür. Nə ilə bağlı ola bilər? Təzyiqin birdən qalxıb birdən düşməyi klimaksa bağlı ola bilər. Birdən qalxıb birdən düşməyi nevroza bağlı ola bilər, əsəb sisteminə. Sonra bir də təbii ki, orqanizmdə xüsusilə də görürsən ki, təzyiqin biz hər zaman deyirik, növləri var. Orada bir var adi təzyiq, bir var beyin mənşəli təzyiq, bir var adi təzyiq, yəni ürək mənşəli təzyiqi nəzərdə tutun. Beyin mənşəli təzyiq var, böyrək mənşəli təzyiq var. Yəni haranın patologiyası olanda böyrək mənşəli təzyiq məsələn hamısının nə ilə fərqlənir? Olur 160, 140-a, 130-a. Yəni o arada olan yuxarı ilə aşağının arasında məsafə çox kiçik olur. Və yaxud da 120-nin 100-ə. Ürək təzyiqində olur. 120-nin 80-ə, 200-ün 100-ə. Yəni arada fərq çox olur. Və bununla əlaqədar da mütləq mənada mən həmişə deyirəm, çox sağ olun sualınıza görə. Hər zaman deyirəm ki, təzyiq səssiz ölümdür. Mənim qorxduğum yalnız təzyiqdir. Təzyiqdən sonra şəkərdir. Ki, komaya sala bilər, öldürə bilər. Təzyiq qoruyanda ən gözəl xəstəlikdir. Gündəlik. Məcbursansa, tabletin qəbul edirsən. Və ya 6 aydan bir zəlin qoydurursan. Qanını duru saxlayır. Səni təhlükəsiz. Heç aparat göstərməndə də təhlükəsiz həyat. Çünki orada tromb əmələ gəlmir, laxtalanma əmələ gəlmir və infarkt əmələ gəlmir. Ona görə də ancaq çox təəssüf ki, zəli də naş adamlar qoyurlar. Ayrı-ayrı salonlarda, ayrı-ayrı yerlərdə, evlərdə. Belə mən aldım, oradan götdüm, buraya qoydum, doktor, mənim ayağım nə bu günə qaldı? Kiminin barmağı kəsilir, şəkərli xəstəlik, kiminin ayağı, kimiyə heç qoymaq olmaz, qan azlığı var. Kimi də qanın ümumiyyətlə laxtalanma sistemi sıfıra bərabərdir. Bir zəlidən bir adam ölə bilər. Yəni öz başına öz fəaliyyət olmaz. Allahın verdiyi nömrə bir müalicənin dedim ağrıdır, zəlidir. Allahın verdiyi insana nömrə bir var dövlət insanın sağlamlığıdır. O sağlamlıq olmayandan sonra hamısı boş şeydir. And olsun Allah'a boş şeydir. Sağlamlıq həyatdır. Sağlamlıq xoşbəxtlikdir. Sağlamlıq sevgidir. Hamıyı sevə bilirsən, sağlamsansa. Xoşbəxtsən.